Sürücülərin diqqətinə, Bakıda bir sıra yollar tam bağlanır. Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər aparılan əsaslı yenidən qurma işləri zamanı yol nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədi ilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb. Qeyd olunanlar nəzərə alınmaqla mayın 9-undan başlayaraq Əhməd Rəcəbli küçəsində Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.